37-ci testdə bizdə gərginlik verilir, cəryan şiddəti verilir, istiri miqdarı verilir və zaman istənilir. IUT düsturundan istifadə edəcəyik. Q'ümüz 1200, İ'miz 3, gərginliyimiz 20, vur zaman. 3 2 6, 12 də 6-ya ikili bir cavab, yəni 20 saniyə olacaqdır. Fiziki kəmiyyətin vahidi düzgün göstərilmişdir. Gərginlik bildiyimiz kimi voltdur. Baxın, 2 yerdə uyğundur. Cəryan şiddəti amperdir, güc də watt C variantı. Cəryanın işi yenə də joule, cəryan şiddəti amper, müqavimət 10 A variantı. 40-cı testdə gücümüz 900 watt verilib, spiralın uzunluğunun 1/4 qədər əvvəlki uzunluğu qısaldırlar və bu zamanki güc istənilir. Fikir versinizsə U göstərilir. Belə çıxır ki, burada gücün U kvadratı bölür düsturundan istifadə edirik. Və uzunluqdan söhbət getdiyi üçün U kvadratı bölünsün, ρL böl S, yəni vurulsun S düsturunu buradan almış oluruq. Göründüyü kimi güc uzunluqla necə mütənasibdir, tərs. İlk öncəki gücümüz 900 olaraq qeyd olunur. Buna uyğun olan uzunluğu biz L deyək, çünki əvvəlki uzunluğu bilmirik. Növbəti uzunluğu spiralın uzunluğunun 1/4 qədər qısaltdılar. Yəni, ikinci uzunluğumuz əvvəlki uzunluq L-dirsə, onu 1/4 qədər qısaldırıqsa, onun 1/4 qədər çıxılmış olur. Yəni, ondan. Buna 4/4 desək, 1/4 çıxsa 4/3 L olaraq almış oluruq ikinci uzunluğu və onun gücü soruşulur. Bildiyimiz kimi tərs asıllıq dedik. Fikir verin, əvvəlki gücümüz 900-dür. O zaman belə bir asıllıq qura bilərik. P1 bölünsün P2 bərabərdir. L2 bölünsün L1. Tərs asıllıq qurduq. Əvvəlki 900-dür. Növbətində X deyək. L1-imiz L idi. L2-miz də baxın 4/3 L-dir. İxtisar getsək 9, 4-üm 36-nı da 3-ə bölsək 12 olur. 12 1200 yəni watt olur. Kilovata çevirəndə 1000-ə bölürük. 1/2 kilovat olacaq bir variantı. Eyni şəkildə 41-ci test haqqında onu deyə bilərik. Spiralın uzunluğunu 3/1 qədər qısaldılır. Yəni əvvəlki uzunluğumuz L1-imiz L olsun, L2-miz L çıx 3/1 L olsun. O da 3/2 L olacaq. Yəni buna 3/3 desək, əvvəlki gücümüz demək, əvvəlki güc istənilir. Bu səfər sonrakı güc verilir. Yəni 1350. Yenə də asıllıq əlbəttə ki tərsdir. Yəni baxın, bu asıllıqdan ilə istifadə edək. Əvvəlkini bilmirik X, sonraki 1350 bərabərdir. Burada L2 yuxarıdadır, yəni bura 3/2 L yazırıq. L1 aşağıdadır, L yazırıq. İxtisar gedir. Buradan tapsaq 1350 vur 2 böl 3 olacaq. Burada demək 4 dəfə olsun. 12, 1, 15-də 3, 5 dəfə olsun, 450, vuranda da 2-yə 900. Yəni 900 watt olacaq A variantı. 42-ci sualda yenə də hansı kəmiyyətin vahidinə uyğundur soruşulur. Newton vurulsun, amper vurulsun, 10 bölünsün joule. Gəlin, Newton vur, amper vur, 10 qalsın. Joule da I kvadratı RT düsturuna görə yazaq. I kvadratımız amper kvadratı vur 10 vur saniyə. İxtisarlarımız gedər. Baxın, burada 1 amperlə 1-i gedər. Qalar Newton bölünsün, amper vurulsun saniyə. Amper vur saniyədə kulon demişik. Newton böl kulon da qüvvə bölünsün Q. Bu da olacaq istilik, intensivlik daha doğrusu. İxtisarın intensivliyi. Baxın, kiloqram vurulsun metr böl saniyə kvadrata joule demişik. Joule da yenə də qeyd etdiyim kimi I kvadratı RT düsturuna görə yazsaq, yuxarıda amper kvadratı vur 10 vur saniyə yazarıq. Aşağıda da amper vurulsun 10 qalar. 10'la ixtisar gedər, amperin biri gedər. Amper vur saniyəyə də qeyd etdiyim kimi kulon demişik, yəni yük olacaq. Digər tərəfdən yenə də kiloqram vur metr böl saniyə kubuna güc demişik. Gücün beynəlxalq sistemdə əsas vahidlərlə açılışıdır. Bu səfər gücün baxın, hansı düsturuna istifadə edirik? Qalan güc vurulsun 10 bölünsün volt. Burada biz bildiyimiz kimi baxın, güc vurulsun 10. U-ya nə deyə bilərik? I bərabərdir U böl R düsturundan. U I-dir. Yəni volt amper vurulsun 10'dur. Buna ixtisar getsə, gücün də IU düsturu var, bilirsiniz. Amper də cəryan şiddətidir. Getsə gərginlik cavabımız qalacaq.
Sonra burada volt kvadratı vurulsun saniyə bölünsün 10. Daha rahat yazmaq üçün belə bir şey edə bilərik ki, i bərabər u bölü r düsturundan o'muz i-r'dir. Bunu kvadrat şəklində yaza bilərik bura. Fikir verin, kəmiyyətə gəlin çevirək. Olur i kvadratı, r kvadratı, aşağıda da r vur saniyə, yəni t. Bunlar geçsə nə qalır? I kvadratı rt qalır. Buna da nə demişik? Ya enerji, ya iş, ya da istilik miqdarı burada iş olacaq. Joule vurulsun farad. Amper vur saniyə kulon demişik. Yəni burada istifadə edə bilərsə, əgər ehtiyac olarsa. Gəlin yazaq. Joule vurulsun farad bölünsün kulon. Farad kulon da bilirsiniz ki, tutumla yazılası olsaq, yəni farad vurulsun volt yaza bilərik. Q bərabərdir su düsturuna görə. Faradlar gedər, qalar joule bölünsün volt. Demək, joule bölünsün volt. Joule'un da yerinə biz yaza bilərik I-U-T. Əgər kəmiyyətə çevirsək, bu da U-dur. İxtisar getsə, amper vur saniyə də biz demişik kulon, yəni yük. Digər tərəfdən 47-ci testdə fikir versək, i-t ilə düz asılıdır. Gücün də i kvadratı r düsturuna görə baxsaq, əgər güc i ilə kvadratikdirsə, i də t ilə düz asılıdırsa, o zaman güc də t ilə kvadratik asılı olacaq. B variantı. Növbəti testdə həmçinin u t ilə düz asılıdırsa, güc də u kvadratı bölü r düsturuna görə sabit müqavimətli deyil, fikir verin, bu dəyişmir. Əgər kvadratik asılıdırsa, u da t-dən düzdürsə, belə çıxır ki, güc də t ilə kvadratik asılı olacaq, yəni Y variantı.